Salam, mənim adım Aydan Qarayevadır. Bugün sizə şirkətin fəaliyyətində PR-ın vacibliyindən danışacağam. Beləliklə, gəlin baxaq, PR planının hazırlanması hansı mərhələlərdən ibarətdir. İlk növbədə onu yadda saxlayın ki, PR planın yazılması işin cəmi 20%-dır. Qalan 80% isə bu PR planı həyata keçirməkdir. PR plan müxtəlif müddətlərə tərtib oluna bilər. 3 ay, yarım il və yaxud 1 il. PR planın həyata keçirilməsi müxtəlif qısa mərhələlərə bölünə bilər. Məsələn, 1 həftə. Bu o deməkdir ki, PR-la məşğul olan şəxs həftənin əvvəli özünə fəaliyyət planı hazırlayır. Həftənin sonunda isə görülmüş və görülməmiş işlərin hesabatını təqdim edir. Hesabatda görülməmiş işlərin səbəbini də qeyd etmək çox vacibdir. Birinci növbədə siz öz şirkətinizin bazarda hansı mövqedən çıxış edəcəyini təyin etməlisiniz. Bu nə deməkdir? Təsəvvür edin ki, siz bir insan obrazı yaradırsınız və o insanın digərləri tərəfindən necə qavranılacağını düşünürsünüz. Məsələn, siz ona peşəkarlıq, səmimilik, inkişafa meyillilik kimi xüsusiyyətlər verə bilərsiniz. Sizin bazarda tutacağınız mövqe bir neçə suallara cavab verməlidir. Bu hansı suallardır? Nə, kim, kimin üçün, nə üçün? Bir də ən əsası odur ki, sizin şirkətin digərlərindən üstünlüyü nədir? Çox vacibdir ki, sizin təqdim etdiyiniz xidmətlərin keyfiyyəti bazarda tutduğunuz mövqeyə tam uyğun olsun. İkinci növbədə şirkətinizin saytı haqqında fikirləşin. İlk mərhələlərdə siz öz saytınız üçün hər hansı bir hazır şablon da istifadə edə bilərsiniz. Amma əsası odur ki, saytınızın məzmununa yetərincə diqqət ayırasınız. Mətnlər keyfiyyətli və anlaşıqlı olmalıdır və sizin saytın məzmunu şirkətinizin bazarda tutduğu mövqeyi tam əks etdirməlidir. Üçüncü məsələ, şirkətinizin hədəf auditoriyası ilə hansı kommunikasiya vasitələr üzərindən əlaqə qurmasıdır. Bu vasitələri seçərkən 3 şeyə diqqət yetirməlisiniz. Onların açıq olmasına, operativliyinə, bir də ki, qənaətçil olmasına. Yadda saxlayın ki, sizin uğurunuz nə qədər çox pul xərcləməyinizdən deyil, o pulu necə xərcləməyinizdən asılıdır. Dördüncü məsələ, şirkətinizin xəbərlərini KİV-də, yerli və beynəlxalq saytlarda yayın. Həmin informasiyanı sosial şəbəkələrdə də paylaşın. Çünki siz nə qədər çox hədəf auditoriyası əldə etsəniz, bir o qədər sizin üçün yaxşıdır. Xəbərlərin mütəmadi olmasına çalışın. Bunun üçün özünüzü şirkətin daxilində və xaricində baş verən hər şey haqqında xəbər yazmağa alışdırın. Mütləq PR materiallardan gələn əks əlaqəni təhlil edin. 5-ci məsələ. Sizin biznesinizə aid olan tədbirlərdə iştirak etməyə çalışın. Yaxın zamanlarda olan tədbirlərin siyahısını tutun. Əgər belə bir tədbirlərdə stendinizi qurmaq və yaxud hər hansı bir material paylaşdırmaq şansınız varsa, belə bir imkanı əldən qaçırmayın. Lazım olan adamlarla ünsiyyətə girib, onlarla biznes əlaqələr qurun. Öz xarici görkəminizə diqqət yetirin. Sizin qurduğunuz obraz şirkətinizin bazarda tutduğu mövqeyə tam uyğun olmalıdır. 6-cı məsələ. Marketinq araşdırmalarının nəticələrinə diqqət yetirin. Siz bu nəticələr əsasında PR planınıza lazım olan əlavələri və dəyişiklikləri edə bilərsiniz. 7-ci məsələ. Şirkətinizə maraqlı olan simaları peşə və digər bayramlar münasibəti ilə təbrik edin. Həmçinin uğurlu layihənin sonunda müştəriyə tort və açıqca göndərərək ona sizinlə əməkdaşlıq etdiyinə görə təşəkkür edə bilərsiniz. Belə münasibət müştərilərin şirkətə olan marağını artırır. 8-ci məsələ. PR planı tək hazırlamağa çalışmayın. Komandanızın üzvlərini də bu prosesə qoşun ki, onlar da öz orijinal ideyaları ilə şirkətin PR planına töhfələrini versinlər. 9-cu məsələ. Dünya bazarında rəqiblərinizin hansı işlər gördüyünə nəzər salın. İnternet bu sahədə sizə çox köməkli olacaq. Beynəlxalq təcrübəni öyrəndikdən sonra onu yerli bazarda necə tətbiq edəcəyiniz haqqında düşünün. Və sonuncu bölüm. Öz uğurlarınız haqqında yazın və danışın. Uğurlu layihə, uğurlu iş haqqında xəbərlərinizi müştərilərinizlə, biznes tərəfdaşlarınızla, həmkarlarınızla, dostlarınızla paylaşmaqdan çəkinməyin. Uğurunuzu hamı ilə bölüşün. O zaman özünüzə daha böyük uğurlar cəlb edəcəksiniz. Sizə şirkət daxilində PR haqqında danışacaqlarım bu qədər idi. İndi isə hərəkətə keçin. 80% haqqında unutmayın. Uğurlar!